hörmətli müəllimlər və əziz şagirdlər. Sizləri vətənpərvərlik ən mühüm mənəvi dəyərdir mövzusunda təşkil etdiyimiz tədbirdə görməyimizə çox şadıq. Könlümün sevgili məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim. Vətənim verdi mənə nam emək, vətəni məncə unutmaq nə demək? Vətən övladımızın məskənidir, vətən övladımızın mətfənidir. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Haradan başlanır vətən? Elə buradan, üzərində dayandığımız torpaqdan, vətənə sevgidən, anamıza, atamıza sevgidən, bayrağımızdan başlanır vətən. Torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq, zəfərdən doğulmuş Göytürkdən qalan, qurd başlı bayrağın balası bayraq. Üç rəngli torpağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər günlərini dövrü qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harda ecdadımın ayak izi var, bu zəfər bayrağın orada dikəlsin. Keçdiyin yerlərdə dağlar yamazlar, onun huzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca, məbəllər başına tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün eylən görüm. Azərbaycan Respublikasının dövlət bayrağı gətirilir.
Vətən, bu sözlə nə qədər dərin məna var. Vətən bizə anamız qədər əziz və müqəddəsdir. Vətəndir, ifa edir 9-cu asrın şagirdi Rəşid Mirsəliyev. Məni torpağımdan yoğurub, mənim anam torpaq olub, daş olub. Bulaqları layla çalıb yuxuma, çəmənlərdə ayaqlarım yaş olub. Əsən külək saçlarımın darağı, saf havası, mənim duzum, çörəyim, ulduzları otağımın çırağı, pəmbə bulud ürəyimdir, ürəyim. Qorxum yoxdur qasırğadan, tufandan, darda qalsam, harayıma yetəndir. Övladından əvəz olmaz, pay olmaz, anam qədər bir əzizim vətəndir. Ulu babalardan miras qalıb vətən torpağı. Çıxış üçün söz 9-cu A sinif şagirdi Əmrahlı Günaya verilir. Azərbaycanın keçmişi çox-çox qədimlərə söykənir. Azərbaycan ərazisində tapılan maddi mədəniyyət nümunələri, yazılı tarixi abidələr, yazılı mənbələr bunu bir daha təsdiq edir. Azıq mağarasından tapılan at çənə sümüyü Azərbaycanın qədim insan yaşayış məskəninə malik olmasının bariz nümunəsidir. Vətənimin Koroğlular, Cavanşirlər, Babəklər, Həzlər mübarizələr ölkəsidir. Bir ucu Dərbənddən Həmədana, digər tərəf Xəzər dənizindən Göyçə yolu daxil olmaqla Qərbi Azərbaycan torpaqlarındakı uzanırdı vətəni. Manna, Albaniya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvlər, Azərbaycan Xalq Cumhuriyyəti, Azərbaycan Respublikasının yurdudur vətəni. Bu vətən torpağında min illərin tarixi izləri olan Cavanşir qalası, Bəz qalası, Əlincə qalası, Girdiman qalası və sair kimi mərd və sərt qalalar var. Vətən torpağında qüdrətimizi əks etdirən Qız qalası, Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, Ərç qalası, Ramana qalası, Şəki xan sarayı, Gülüstan qalası, Gülüstan türbəsi, Bərdə türbəsi, Həşbehiç sarayı. Onların hər biri üzündə tariximizi, keçmişimizi əks etdirir. Azərbaycanın tarixi keçmişi zəngin olduğu qədər də ağırlı az olur. Təbii coğrafi şəraitimiz, zəncir təbii ehtiyatlarımız, sünkar təbiətimiz zaman-zaman yağların diqqətini cəlb edib. Torpaqlarımızı parçalayıb, dövlətlər arasında bölüşdürüb, bizi yox etməyə çalışırlar. Biz isə düşmən qabağında mərd bərdəndə dayanmışıq. Çox əsli dövlətçiliyimizi qoruyub saxlamışıq. Bu gün də amal uğrunda çalışır, müstəqilliyimizi qoruyur, gənc respublikamızın əbədini hifz etdirməyə çalışır, dövlətçiliyimiz ətrafında sıx çalışırıq. Ulu Öndər Heydər Əliyevin qoruyub saxladığı dövlətimiz bu gün etibarlı əllərdədir. Onu ilham edib üçün bacarıqlı prezident idarə edir. Yaşasın müstəqil Azərbaycan! Yaşa Azərbaycan, oxuyur 7-ci sinif şagirdi İmam Əliyeva Gülbacı. Canımıza bağlıyıq, bu torpağa bu elə, sıralanı vaxtimiz, gəlib ürəyələrə. Canımıza bağlıyıq, bu torpağa bu elə, sıralanı vaxtimiz, gəlib ürəyələrə. Gel kardeşim,
Ölkəmizdə 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş sevimli müəllimimiz Məhəbbət müəllim də iştirak edir. Onun hərbi əməliyyatlarda iştirakı bizim üçün çox maraqlıdır. Gəlin son sözü ona verək. Buyurun Məhəbbət müəllim. Ben istəyərdim ki, şəhidlərin durumunu bir də gəlir suçlulardır. Allah rəhmət eylesin. Babamın adından Qaradağ sizə təşəkkür edirəm. Bu cür tədbiri siz hazırlamışsınız. Sizə təşəkkürümü bildirirəm mən əvvəl. Mən əvvəl hiç fikirləşdim. Mən burada bir hərbi müəllim kimi danışacağım ya Qarabağ müharibəsinin iştirakçısı kimi danışacağım. Mən əvvəllər çox sessiz bu mövzuda söhbətlər edərdik, məktəblərə gedərdik. İndi elə bir qismət olub ki, öz məktəbimizdə bu hafta danışmaq istəyərdim bir balaca. Yəni, biz hamımız Sovetlər Birliyinin olmayışda çıxmış insanlar, yəni elə bir vaxtda biz böyümüşük ki, azadlıq nə dediyin bir çox adamlar anlaya bilməzdi. Ancaq nə yaxşı ki, bəzi hallarda bizim qarşımıza gözəl, ziyalı insanlar çıxır, aydınlar çıxır. Nə yaxşı ki, ailəmizdə özümə fikirləşirəm ki, mənim babam fars və ərəb dillərini, rus dilini çox gözəl bilərdi. Represiyalardan çıxmış bir insan idi. Və o bize aşılar demişti, bizim kimliğimizi bildilerdi. Bəlkə də onda bizim kimi insanlar olmasaydı, vətənpərvər insanlar olmasaydı, hiç birinci Qarabağ müharibəsini və deyərdim ki, döyüşməyə insan az olardı o həmin vaxtlarda. Yəni biz həmin vaxtlarda deyərdim ki, Azərbaycan Respublikasının müdafiəsində bir yerdən 4 nəfər gedir. Mənim qardaşlarım və mən özümdən danışıram, ailəmdən danışıram. Yəni bu 4 qardaşlar üçü yaralanıb, içində mən qarışıb. Yaralanıb, görün anaların nə qədər əziyyəti olur həmin vaxtlarda. Mənə o vaxtlara qayıdıb danışmaq çox çətindir. Niyə çətindir? Ona görə ki, həmin vaxtlar Sovetlər Birliyi dağılıb, silah yox, sursat yox, erməninin arxasında bir güclü dövlətlər yanıb, bizim arxamızda isə hələ də zəif bir dövlət təsiri bağışlayırdı. Bəziləri deyirlər ki, bu ateşkəs nəyə lazımdır? Mən deyirəm, lazım idi. Çox düzgün siyasət idi. Ona görə ki, bizim yeraltı yerüstü sərvətlərimiz var idi. Bunu inkişaf elətdirmək üçün, iqtisadiyyatımızı qaldırmaq üçün nə lazım idi? Bizə lazım idi ateşkəs rejimləri riayət eləmək və iqtisadiyyatımızı qaldırmaq. İndi baxın görün nə yaranır. Azərbaycan güclü iqtisadiyyata malikdir. Azərbaycanın güclü ordusu var. Artıq bu yaxınlarda baxıram statistikaya, Azərbaycan ordusu birinci əlillikdədir yəni. 200-dən yuxarı dövlət var, müstəqil dövlətlər var. Bunların arasında birinci əlilliyə düşmək elə belə şey deyil. Bunun üçün çox çalışılır, bunun üçün milyonlarla pullar xərclənir. Artıq bizim özümüzün güclü ordumuz var və istədiyimizi də edə bilərik biz. Bizə nə lazım idi? Hər birimiz öz evimizdən fikirləşməliyik ki, vətən nə deməkdir? Öz evimizdən, ətrafımızdan, qəsəbəmizdən, kəndimizdən hər yerdən fikirləşməliyik. Bizim insanlar anadan vətənpərvər olunmur ki. Bunu evdə aşılamalıyıq, məktəbdə aşılamalıyıq, öyrətməliyik, ətrafımızdakı mühit bizi yetişdirməlidir vətənpərvər üçün. Bunun üçün biz məktəblərdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti çox böyükdür. Mən bunu çox alqışlayıram. Biz hər birimiz, biz bilməliyik ki, məsələn, bizim qarşımızda mübariz kimi oğlanlar var. Məsələn, şəxsən mənim özümün idealımdır bu insan. Bu cür qəhrəmanlarımız var. Bir neçə ildən sonra, məsələn, biz özünüz gördünüz, öz kəndimizdən çıxdı. Abşeronumuz, oğlumuz, Əli İntiqamovunu gördünüz. Hökumətimiz bunun arxasında dayandı. Siz özünüz gördünüz, onun abidəsinin açılışı, bunun qiymətləndirilməsi, bütün bunlar hamısı əlilə, Qarabağ əlilərinə, Qarabağ müharibəsində döyüşdürmüş qazilərə, şəhid ailələrini qoymuş prezident tərəfindən nədir, qayğıdır. Bu qayğı bizim vətənpərvərlik ruhunda böyüməyimizə, uşaqlarımızın bu ruhda tərbiyə almasına çox böyük kömək olur. Mən ictimai təşkilatlarla bir balaca əvvəllər çox işləyərdim. İndi məktəblə biraz başım qarışdı. Ancaq burada da yenə də mən öz uşaqlar hamısı bilirlər, şagirdlərim bilirlər ki, mən dərsə girəndə birinci bunların hamısını Azərbaycanın himnini soruşuram. Mütləq hamısı bilməlidir. Azərbaycanın itirilmiş torpaqları haqqında məlumat alırlar. Qarabağda, ətraf rayonlarında, bunlar haqqında özündə geniş məlumatlar verirlər. Mən o təşkilatlara da bir neçəsinə demişəm və çox istəyərdim ki, məktəblərdə heç olmasa ayda bir dəfə şəhidlərin dəqiqəli suçunu yad edilsin. Bu, bütün Azərbaycanı əhatə edə bilər. Yəni, bütün uşaqlar bilməlidir ki, Azərbaycan Respublikası hələ itirilmiş torpaqları var. Biz bunları qaytarmalıyıq. Bunun üçün qəhrəman yetişməlidir, vətənpərvər oğullar yetişməlidir.
Düz deyil, bizim baxışımız başqa ola bilər. Mən Azərbaycanda olub, Cavanşirdə olub, Babəkirdə olub, nə bilim, Koroğlusu olub. Ancaq real qəhrəmanlar lazımdır. Real qəhrəmanlar yetişdirmək üçün biz buradan, sinifdən, məktəbdən, evdən başlamalıyıq bu işləri görməyə. Təşəkkür edirəm müəllimə sizə bu təşkil edərdiyiniz üçün. Çox minnətdaram. Nə bilim, bu boyda. Çox sağ olun. Allah razı olsun. Təşəkkür edirəm, Məhsət müəllim. Mən sənin eşqinlə ifa edirəm 9-cu asrın şairinin Şahbərən Cüvayətə. Sən əziz ananın balasıyam mən. Çəkmə gəl gözümdən gözünü vətən. Günəş ziyasıyla, bahar əliyle həkk etdin sinəmə özünü vətən. Sinəndən südəmdim, qoynunda yattım. Sinəndə böyüdüm, kamala çatdım. Mən sənin eşqinlə yazdım, yarattım. Ölərəm çevirsən üzünü vətən. Həyat yollarında ağardı telim. Söz sənət zirvənə çatmadı əlim. 100.000 şaircələ, 100.000 də alim. Yazsalar qurtarmaz sözünü vətən. Behişdir torpağın, seyrin çəmənin. Yurduna bağlıdır ürəyin sənin. Neçə məmləkəti, neçə ölkənin. Əgər bir barmağın yüzünü vətən. Azərbaycan türk torpağıdır. Bu torpaqda igidlərimizin ruhu yatır. O igidlər ki, onlar tarix boyu savaşlarda qəhrəmanlıq nümayiş etdirmiş, Türkün mərd olduğunu sübuta etirmişlər. Çıxış üçün söz şagirdlərə verilir. Azərbaycanlılar Rusiya-Fon müharibəsi illərində 1904-1905-ci illərdə Rusiya-Fon müharibəsi zamanı Port Artur qalasının müdafiəsində və başqa döyüşlərdə öz ölkələrinin rəşadətini göstərmişdir. İbrahim Ağabəkilov, Hüseyin xan Naxçıvanski kimi qəhrəmanlarımız öz rəşadətlərini göstərmişdir. Azərbaycanlılar 1-ci Dünya müharibəsi illərində 1914-1918-ci illərdə baş verən 1-ci Dünya müharibəsi zamanı Çar Rusiyası Azərbaycanlılara etibar etmədiyindən onları kütləvi şəkildə müharibəyə səfərbər etmədi. Lakin 200-ə yaxın zabitimiz Türk-Tatar diviziyasının tərkibində çətin əməliyyatlara cəlb olundular. Hətta Rusiya paytaxtının müdafiəsi Əliağa Şklinskiyə tapşırılmışdır. Təsadüfi deyildi ki, Əliağa Şklinski Rus artilleriyasının Allah'a adlandırılırdı. Azərbaycanlılar Böyük Vətən müharibəsi illərində 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı 640.000 nəfər Azərbaycanlı müharibəyə cəlb olundu. 402, 223, 416, 271 və 77-ci Azərbaycan diviziyaları yaradıldı. Brandenburg darğızısına qələbə bayrağını Azərbaycanlı Əşrəf Nəcəfov sancdı. Reichstagın binasına isə yenə də Azərbaycanlı Yusif Sadıqov qələbə bayrağını sancdı. 121 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Hətta Həzi Əslanova 2 dəfə Sovet İttifaqı qəhrəmanı adı verildi. Mənfur qonşularımız olan ermənilər 1992-1993-cü illərdə 20% torpaqlarımızı işğal etdilər. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnamədə yerinə yetirilmədi. Minlərlə soydaşımız şəhid oldu. 1 milyon qaçqın yurd yuvasını tərk etdi. İllər keçdi. Ulu Öndər Heydər Əliyevin sayəsində güclü ordumuz yaradıldı. Onun layiqli davamçısı İlham Əliyev də Azərbaycanın Cənubi Qafqazını güclü dövlətə çevirdi. 2016-cı ilin aprelində ordumuz əks hücuma keçərək torpaqlarımızın bir hissəsini geri qaytardı. Azərbaycanın 3 rəngli bayrağı Lələtəpədə yüksəldi. Mühüm strateji təpələr yenidən ordumuzun nəzarətinə keçdi. Çox çəkməz ki, torpaqlarımız mənfur düşməndən azad edilər, Azərbaycan bayrağı Şuşada dalğalanar. Ey şəhid qanından qızaran bayraq, ifa edir 9-cu B sinif şagirdi Süleymanova Zeybə. Bu qan yurdumuza
Yaz gətirdi yaz. Analar, bacılar batmasın yasa. Məhkum bir məmləkət Gülüstan olmaz. O şəhid qanıyla suvarılmasa. Bu bayraq dibində məclis düzəlsin. Zənciri qolundan atdı bu torpaq. Qoy bütün insanlıq səcdənə gəlsin. Ey şəhid qanından qızaran bayraq. Xalqın tarixini bu qan əks edir. Onun hər damcısı nifrət, qəzəb, kin. Bayraq altında ruhu rəqs edir. Bu bayraq uğrunda can verənlərin. Tədbirimizdə aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Heydərov əlinin bibisi Xeyrəmsə müəllimə də iştirak edir. Sözü ona verək. Mən də bu tədbiri hazırlayan Rübabə müəlliməyə, məktəbimizin rəhbərinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məni də bura dəvət etmişsiniz. Mən Əli haqqında nə deyə bilərəm? Çox ağırdır mənim üçün Əli haqqında danışmaq. Heydərov Əli İntiqam oğlu aprel döyüşlərində şəhid olub qəhrəmancasına. Əli çox vətənpərvər evlad idi. Əli, mən deyərdim ki, uşaq vaxtdan həmişə torpağına bağlı, torpağını sevəndir. Əli 2016-cı ilin may ayının 7-sində elə bir axşam evləri ilə danışmışdı. Deyirdi, ana, bəlkə mən də torpağımız uğrunda şəhid oldum. Əli elə 8-i səhər tezlərindən torpaqlarımız uğrunda gedən döyüşlərdə, Tərtər döyüşlərində şəhid oldu. Əli haqqında danışmaq çox çətindir. Əli, o da cavan idi, onun da arzuları vardı. Amma Allah Taala onu şəhidlik zirvəsinə qaldırmaqla ona şəhidliyi uca zirvədə tutdu. Əli, mən deyərdim ki, ən çox arzuladığı elə bu şəhidlik idi. İnanın, Əli evdə oturardı. Evləri də hərbi hissəyə yaxın olduğuna görə bütün günü o hərbi hissədə əskərlərə baxıb arzulayardı ki, mən nə vaxt əskər gedəcəyəm, mən də vətənimiz uğrunda şəhid olardım. Elə bir Allah Taala onun arzularını eşitdi. Əli də torpaq uğrunda şəhid oldu. Mən fəxr edirəm ki, qardaşımın oğlu Əli Heydərov, İntiqam oğlu, torpağımız uğrunda şəhid olub. Amma mən bütün əskərlərə şəhidlik arzulamazdım. Hamısı analarının üstünə sağ-salamat qayıdıb gəlsinlər. Əlinin ruhu onda şad olar ki, torpaqlarımız erməni əlindən alınsın, bayrağımız Qarabağda ucalsın, dalğalansın. Əlinin ruhu şad olardı. Əli kimi bütün şəhidlərə Allah rəhmət eləsin. Əli torpağını sevən evladı idi. Sağ olsun, çox sağ olsun prezidentimiz də əlini 3-cü dərəcəli medalla ailəsini tərtib elədi ölümündən sonra. Kəndimizdə 3 məktəb var. 3-ü də əlinin şəhidlər abidəsində büstünün qoyulmasında təntənəli surətdə iştirak elədilər. Çox sağ olsun müəllimələrimiz, məktəbimizin şagirdləri, hamısı bütün şəhidlərimizi yad edirlər. Əlinin büstünün açılışında da bütün məktəblər, uşaqlar, hamısı təntənəli surətdə, rayon rəhbərliyi, hamısı təntənəli surətdə iştirak elədilər. Mən ailəm adından, qohumlarım adından hamınıza təşəkkür edirəm. Çox sağ olun. İki dəstgər, möhkəm dayan, ifa edir xor. Çox sınadı bizi zaman, neçə şəhid getdi qurban. Sinəsinə sipər olan İgid əskər, möhkəm dayan, möhkəm dayan. ya azad ol, ya candan geç, ya candan geç. İki yoldan birini seç, birini seç. Azadlığın şərbətini iç, şərbətini iç. İgid əskər, möhkəm dayan, möhkəm dayan.
Salam vətən, salam ana, çətin gündə bizi sınav. Qanla cavab verər qana. İgid əskər, möhkəm dayan, möhkəm dayan. Ya azad ol, ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azadlığın şərbətiniz, şərbətiniz. İgid əskər, möhkəm dayan, möhkəm dayan. Şəhid qanı axan torpaq, yadayaqda olmaz tapdaq. Düşmənlərin qan qusacaq. İgid əskər, möhkəm dayan, möhkəm dayan. Ya azad ol, ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azadlığın şərbətiniz, şərbətiniz. İgid əskər, möhkəm dayan, möhkəm dayan. Zəfər çalmalıyıq. İfa edən 9-cu beslik şagirləri Əmirova Səbinə və Cahangirova Leyla. Tələsirəm əcdadlarla görüşə, soruşsalar dərbəndimdən nə deyim? Mən dinməsəm valla çəkərlər işə, danışanda öz elimdən nə deyim? Qərb torpağım, ala gözüm İrəvan, necə deyim, əlimizdən çıxıbdır əcdadımın yadda qalan mirası, ürəyimi məncənə tək sıxıbdır. Borçallar görüşümə gələcək, o torpağın sarvanından nə deyim? Ömürləri həsrət odunda yanan, ucuzlanmış şöhrət şandan nə deyim? Necə deyim, mən Təbrizli babama, o şəhərin həsrətindən ölmüşəm. Azərbaycan bölünən tək qəlbimi parçalayıb neçə yerə bölmüşəm. Önümüzdə neçə dağ var, dərə var. Dərələrdən keçib dağ aşmalıyıq. Həlli vacib olan Qarabağ üçün qeyrətli ölümlə barışmalıyıq. Qarabağdır bütövləşmə açarı, açarı qıfıla biz salmalıyıq. Qalxaraq ayağa günü sabahdan, tarixi zəfəri biz salmalıyıq. Azərbaycanım, odlar yurdum. Tomris, Sara Xatun, Nigar Salatın qeyrətli yana yurdum. Sənin dərdin mənim dərdim, sənin sevincin mənim sevincimdir. Əskər məktubu, rollarda ana Əmirahlı Günay, oğlu Cəfər Cəfərov. Can bala, can, necə qırdılar sənə? Əlin qurusun, qatil erməni. Sil göz yaşlarını. Mənim oğlumun səsidir. Ağlama heç var. Mən də sana yox. Şəhidlik uzadan uzadır ana. Toyun üçün aldığın o tər xınanı. Qoyaq saçlarına, elə gəl ana. Can bala. Uca tut başını, əymə heç zaman. Yanımda gözlərin gülsün ana. Yarıma deməni gözləməsin o. Mən gələ bilmirəm, o gəlsin ana. Söylə ağlamasın mənsiz gecələr. Ulduzla yolladım eşqimi ana. Sən gəlib darıxma, nigaran qalma. Mən ərşin qoynunda xoşbəxtəm ana. Kör bir qurşun dəydi qəlbimə mənim. Ruhum sənalara ucaldı ana. Cismimi bürüyüb yumşaq pəyə. Mələklər cənnətə apardı ana. Can bala, harada sana yox. Yox, yox, ağlamıram. Mənim oğlum ölməyib. O vətən yolunda şəhid olub. O nə heç mənim? Bütün xalqımın oğludur. Daim bizimlədir. Mən fəxr edirəm ki, mənim oğlum vətən yolunda şəhid olub.
leytenant, ifa edir xor. Üç qoxulu yollar, o yollar Səni bəs nə vaxt qaytarar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı vagonlar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı vagonlar Hay ver mənə cənab leytenant Hay ver mənə leytenant Xoş müjdəli bir savaşdan Hay ver mənə leytenant Gün gələcək, qəm yemə O vaxt dönəcəm mən sənə Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı vagonlar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı vagonlar Hay ver mənə cənab leytenant Hay ver mənə leytenant Xoş müjdəli bir savaşdan Hay ver mənə leytenant Yurdun füsunkar gözəlliyi ilə insan valihdir. Vətəndən pay olmaz deyirlər babalarımız. Vətəni sevmək, sevirəm deməklər kifayətlənmir. Hər kəs öz sevgisini bacardığı qədər göstərir. Biri yazdığı əsərləri ilə, digəri çəkdiyi şəkilləri ilə, başqa birisi Qarabağ şikəstəsini dünyaya çatdırmaqla, idmançılarımız isə Azərbaycanın bayrağını öz qələbələri ilə dünyada yüksəklərə qaldırmaqları ilə. İlham Əliyevin Olimpiya İdman Komitəsinin sədri olduğu gündən bu günə kimi idmançılarımız dəfələrlə vətənimizi layiqli təmsil etdilər. Londonda Olimpiya İdman oyunları zamanı Toğrul Əsgərov ermənini məğlub edərək göyləri ucatdı bayrağımızı. Respublikamız öz qüdrətini dünyaya bəyan edir. İlk Avropa oyunlarının, Avroviziya mahnı müsabiqəsinin, İslam həmrəyli oyunlarının Bakıda keçirilməsi bütün bu dediklərimizin bariz nümunəsidir. Dəfələrlə Azərbaycan müğənnilərinin Avroviziya mahnı müsabiqələrində layiqli yerlərə təmsil etməsi Azərbaycanlı bir dövlətin qüdrətindən xəbər verir. 2015-ci il Avropa oyunları zamanı Azərbaycan idmançıları 56 mükafata layiq görüldülər. Hər mükafat alınan zaman Azərbaycan Xalq Cumhuriyyətindən bizə miras qalan 3 rəngli bayrağımız qaldırıldı. Budur vətəni sevmək, vətəni təmsil etmək, onun qüdrətini dünyaya çatdırmaq. Bu Azərbaycan idmançılarının, müğənnilərinin və daha neçə sahələrdə uğurla çalışan soydaşlarımızın Azərbaycancılıq daşıyıcılarının olmalarını təsdiq edir. Bütün bu nailiyyətlər 1991-ci ildə əsası qoyulan, bugün hələ də gənc olan müstəqil Azərbaycan nailiyyətlərdir. Bu uğurların başında Ulu Öndər Heydər Əliyevin davamçısı, onun özü qədər inandığım sevimli prezidentimiz İlham Əliyev dayanır. Bir oğul böyüdü Azərbaycanda, ifa edir 10-cu sinif şagirdi Bayramov Kərim. Bir oğul böyüdü Azərbaycanda, o tayın, bu tayın oldur qarı. Coşdu vətən eşqi damarda, qanda, özünə qayıtdı odlar diyarı. Bir oğul böyüdü Azərbaycanda, şircə heyran qaldı cəsarətinə. Möcüzə baş verdi sanki cahanda, söykəndi yurduna, el qeyrətinə. Bir oğul böyüdü Azərbaycanda, axtardı, aradı mərd oğulları, dedik məsəl olsun qoy gün doğana, Nəsimi məstəri, Cavid yolları.
Bir oğul böyüdü Azərbaycanda, dünya təsdiq etdi mətanətini, fitnə quduzlaşıb ona cumanda, gördü sarsılmayan dağ qüdrətini. Ulu bir sərkərdə, ulu bir öndər. İfa edir 7 asrı şagirdi Həzrət Quleyva Fatımə. Gəlişinlə qurtulubdur bu vətən. Sən oldun bu xalqa ümid və güvən. Sən oldun da gündə köməyə yetən. Ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı. Yazdı tarixlərə ad sanımızı. Tanıttı dünyada varlığımızı. Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsansa nişanələri, özündən sonraçı abidələri, bizləri tərk etmir xatirələri. Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, onun qüdrətini yeryüzü bildi. Allah onu yurdumuza yetirdi. Ulu bir sərkərdə, ulu bir öndər. Zəhməti ilədir çəkdi yurdunu, gücləndirdi yenilməyən ordunu, ödəyirdir rəhbərin borcunu. Ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi, ağ günə çıxarıb dünyadan getdi. Qoymadı desinlər, yolunuz bitdi. Ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu, onun da bu yolu Heydər yoludur. Haqqa qavuşsa da xalqın düşünər. Ulu bir sərkərdə, ulu bir öndər. O gəldi dünyaya hamısı kimi, amma hamı kimi yaşamadı o. Daşıdı çiynində xalqın yükünü, əsarət yükünü daşımadı o. Əzab əziyyətə sinə gələrək, neçə sınaqlardan çıxdı üzü ağ. Vətən üçün yaşayım, vətən üçün gərək, deyib düşmənlərə çəkdi neçə dağ. Haqsızlıq əymədi onun qəddini, düşmənə qoymadı aşağı həddini. Dünyanın silinməz səziyyət daşına yazdı Azərbaycan adlı sətrini. Çevrildi xalqının görən gözünə, kəsər kəlməsinə, haqqın sözünə, əməli amalı ilə seçilib, işıqlı bir ad qazandı özünə. Daim sadiq qaldı əqdəsinə, tarixdən ölməzlik haqqını aldı. Bugünsə qovuşub zərfəsinə, göylərin qoynuna o məskən saldı. O xalqına ümid, inam gətirdi. Yurdunda çiçəklər, güllər bitirdi. Millətlər atası tək qaldı qəlblərdə. İlham təkib, igid oğul yetirdi. Yetirdi ki, həyam olsun vətənə, qoymaya ki, düşər dara çətinə. Sevsin odlar yurdu Azərbaycanı, onunla döyüşsün ürəyi, canı. Ey buz ürəyimə, ot salan vətən, şəhidin qanından güc alan vətən. Əlbət şəhid olsa bu balan vətən, yağını girməyə qoyma bu yurda. Vətən varsa əgər çökməyəcəkdiz, mübariz olaq gəl, qoyaraq çox iz. Ruhumuz göylərdə söyləyərik biz, şəhidlik fədadır vətənə burada. Möhtac olmayasan saqqala burada. Adımız gələndə göylər ağlayıb, neçə ana qəlbi ürəyi dağlayıb. Möhtac olmadın sən yenə bu turda, möhtac olmayasan saqqala qurda. Şəhid yarasından axan qanam mən, torpağa qarışan kiçik canam mən. Düşməni yandırım, gərək yanam mən, məşəmin sönməsin heç bir çuxurda. Möhtac olmayasan saqqala qurda. Bir qarış vermərim torpağımızdan, lazımsa solacaq yarpağımız da.
yazılacaq bayrağımızda, şəhidlik fədadır vətənə burada, möhtac olmayasan çaqqala burada. Qarabağ oxuyub 7-ci C sinif şagirdi İmam Əliyeva Gülbacı. Sevgilim seyretme, burada geldik baharı. Sevgilim seyretme, burada geldik baharı. Dil açır kalbimizin en şirin arzuları. Dil açır kalbimizin en şirin arzuları. Anadır arzulara her zaman Karabağ. Danışan dil dolanan harcanan sinif şagirdi Salmanov Namiq vətənə sevgisini özünün yazdığı meyxanası ilə bizlərə çatdırmaq istəyir. Buyurun, sizi eşidirik. Ne için tökülübdür bu kadar kan Qarabağda, dözmez buna taqət üzülər can Qarabağda. Ne için tökülübdür bu kadar kan Qarabağda, dözmez buna taqət üzülər can Qarabağda. Bu dəqiqə ermənilər bu işimizə taşbaş olub, bir Türkiyə xalqı bizim xalqimizə qardaş olub. Bizden de giden eliyle eli yoldaş olup, ettiler canlı feda halkine kurban Qarabağda. Ne için tökülübdür bu kadar kan Qarabağda, dözmez buna taqət üzülər can Qarabağda. Evveller ter yaxşı gedirdi işimiz, Bakıdan çok gelirdi müxbirimiz çekilişimiz. Hürmet izzette yarattı Absalom kardeşimiz. Nece bir qovlu kimi kazandı atsan Qarabağda. Ne için tökülübdür bu kadar kan Qarabağda, dözmez buna taqət üzülər can Qarabağda. Bu işi törətmişdi köhnə deputatlarımız, odur ki hindi çıxır üzə sübut faktlarımız. Gənciyə yığılmışdı arıca sursatlarımız, o gün olsun salamat qayıtsın evlatlarımız. Analar gözü yaşlı qəlbi nigaran Qarabağda, ne için tökülübdür bu kadar kan Qarabağda, dözmez buna taqət üzülər can Qarabağda. Gəlin bir yada salaq Füzulini, Zəngilani, Ağdərə bölgesinde ballı qoya çildirani. Kimlər sattı bizim bu cümlə cənnət məkanı, hələ də hindiyəcən kəndlər viran Qarabağda, dözməz buna taqət üzülər can Qarabağda. Ne için tökülübdür bu kadar kan Qarabağda, o gün olsun görək bizdə onurlu səhəri.
atalarımız vətənimizi nə qədər tanıyırlar? Şərhimiz belədir. Biz onlar üçün bir neçə suallar hazırlamışıq. Əgər onlar bu sualların cavablarını bilməsələr, onda cərimələnəcəklər. Cərimə isə onları istədikləri kimi ola bilər. Şeir deyə mahnı oxuya bilərlər. Fidan, Rübabə, Nəhrilə, Ləman, Toğrul bura dəvət olunur. İlk sual belədir. Fidan, Azərbaycan adını ilk dəfə bizə kimlər neçənci əsrdə veriblər? 9-cu əsrdə ərəblər. Ərəblər 7-ci əsr. Rübabə, milli pulumuz olan manat neçənci ildən dövrəyə girib? 1992-ci ildə. 1994. Rəhilə, Azərbaycan hansı sultanlığı idi ki, hazırda Gürcistanın tabiisindir? Borsalı. Ləman, Azərbaycan torpaqlarını İran və Rusiya arasında bölüşdürən hansı iki sülhü bilirsən? Gürcistan düşməncə. Doğrudur. Toğrul, türk sözünün mənası nədir? İgid qorxmaz. İgid qəhrəman doğan törəyəm. Rəşid, Şərqdə İlk Demokratik Respublika harada neçənci ildə qurulub? Türkiyə. 1918-ci il 28 may Azərbaycan. Biz əslində bu sualların hamısının cavabını bilirdik. Lakin qəsdən bunların cavabını demədik ki, sizə şeirlərimizi təqdim edək. Gözün aydın olsun Azərbaycan. Xoş aprel gecəsi açdı üzünə, qələbə müjdəli aydın səhəri. Xoş sevinc yaşları doldu gözünə, Avropadan aldın zəfər xəbəri. Gözün aydın olsun Azərbaycanım, şöhrətin yayılıb bütün dünyaya. Sən gözəl vətənim, şərəfim, şanım, adın ucalıbdır günəşə, aya. Sən hələ yenisən, sən hələ gəncsən, dünya heyran olur sərvətlərinə. Heç kimlə işin yox, rahatsan, dinsən, həmişə sadiqsən bu hünərinə. Ən böyük qələbən Qarabağdadır, o da çox yaxındır, uzaqda deyil. Az qalıb düşmənlər məhv olmaqdadır. Düşmən sənin qədər yaraqda deyil. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana, qara. Cavab vermək üçün o asıllara, hər bir çətinliyə dözdü şəhidlər. Sevirəm mən səni canımdan artıq, düşmən torpağında qalan torpağım. Getdi şahvüqarlı oğullarımız, hər gün çiçək kimi solan torpağım. Şəhidlərin ruhu gəzir cahanı, hələ alınmayın onların qanı. Xətayinin kəsin qılıncı kimi, qara buluş kimi dolan torpağım. Nə qədər dolanıb baxsaq da gedən, ayrılmaq olarmı ruhu bədəndən. Ulu babalardan, böyük vətəndən, müqəddəs əmanət olan torpağım. Sən mənə anasan, anamdan əziz. Sənə məhəbbətim dənizdir dəniz. Ömrümün bir anı keçməsin sənsiz. Ey mənim varlığım, qəlbim, vicdanım, mən sənə qurbanam Azərbaycanım. Şəhidlər, ifa edir şagirdlər. Şəhidlər günəş kimi nur çiləyir hər zaman. Şəhidlər gedən yolu bağlaya bilməz tufan. Şəhidlər el yolunda canını verib qurban. Şəhidlər qanlarıyla boyayıblar torpağı. Şəhidlər zirvələrə qaldırıblar bayrağı. Şəhidlər yatan torpaq ocağa pirə dönər. Şəhidlər xiyabanı uzaqlardan görünər. Şəhidlər anılan yer qərənfilə bürünər. Şəhidlər bu dünyada dönərlər bir günəşə. Şəhidlər ölməz olur, yaşayırlar həmişə. Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir. Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir. Şəhidlər yatan qəbir, istiqlal türbəsidir. Şəhidlər Tanrımızın sevdiyi bəndəsidir. Şəhidlər ölmür heç vaxt, ömür dünya qədərdir.
Şəhidlər candan artıq sevdilər ana yurdu. Şəhidlər qoymadılar sönə uzaq odu. Şəhidlər qazandılar müqəddəs şəhid adı. Şəhidlər bu xalqın, bu torpağın qan yaddaşı. Şəhidlər igidliyin, hünəri yol yoldaşı. Şəhidlər, siz ölümdən, siz qandan qorxmadınız. Şəhidlər çətin anda, siz ölümdən qorxmadınız. Şəhidlər qəlbimizdə qərar tutub adınız. Şəhidlər deyiləndə dağda daşla ağlayır. Şəhidlər deyiləndə sellər sular çağlayır. Şəhidlər ana yurdun qürur iftixarı. Şəhidlər qorudunuz hər an namusarı. Şəhidlər insanların ucası bəxtiyarı. Şəhidlər qalxan yerə, qalxa bilməz hər yetər. Şəhidlər doğuldu ki, yaşasın ana vətən. Şəhidlər, siz qıydınız, kim qıyardı canına? Şəhidlər, siz döndünüz xalqın qəhrəmanına. Şəhidlər, çevrildiniz bir hünər dastanına. Şəhidlər, vətən sizə hər gün alqış söyləyir. Şəhidlər, əziz Musa qarşınızda baş əyir. Vətənimizin füsunkar gözəlliyindən, durmadan artan qüdrətindən, günü-gündən çoxan uğurlarından saatlarla danışmaq olar. Bu tədbirdə vətənimizin tarixinə, rəşadətinə qısa müddətlə səyahət etdik. Nəyə nail olduqsa hələlik bu da bəsimizdir. Gəlin sonda bir gözəl mahnı ilə tədbirimizi daha da rəngləndirək. Qoy sevinsin hər bina, ifa edir xor. Bu dünyanın bir adı var, canım benim memleketim. Güneş kimi daim yanar, odlar yurdu məhəbbətim. Qoyacaqsın zirvələrə, o yenilməz bayrağımız. Qayıdacaq bir gün yenə, hər bir qarış torpağımız. Hər birinin öz yeri var, benim doğma diyar. Gözəlliklə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Öz sözü var, hörməti var, ölkələrin arasında. Belə gözəl, belə zəngin, var dünyanın arasında. Vətənimin məğrur gücü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda, bir əbədi bayramı var. Hər birinin öz yeri var, benim doğma diyar. Gözəlliklə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxıb igid evladına, qoy sevinsin hər bir ana.
Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir mövzusunda təşkil etdiyimiz tədbirdə son söz demək üçün məktəbimizin direktoru Lətifə Əmraslanova verək. Buyurun Lətifə. Çox sağ olun uşaqlar, əziz müəllimlər, şagirdlər, qonaqlar. Mən də sizi tədbirdə salamlayıram. Bugün vətənpərvərlik mövzusunda keçilən bu tədbirdə hardan başlayır vətən dedikdə bəli, dayandığımız bir anda torpağın üstündə başlayır vətən. Hardan başlayır vətən? Sizin bu sinif otağınızdan başlayır vətən. Hardan başlayır vətən? Sizin böyüyüb başa çatdığınız Qozdan, Abşerondan, Azərbaycandan başlayır vətən. Bəli, bizim bu şagirdlərimizin hazırladığı bu kiçik tədbir, bunun üzərində zəhmət çəkmiş Baba müəllimə, məktəb rəhbərliyi adından öz təşəkkürümü bildirirəm. Baba müəllimin birinci tədbiri deyil. Baba müəllim məktəbə gəldiyi gündən şagirdləri vətənpərvərlik tərbiyəsi mövzusunda deyərdim yetişdirir, vətənini onlara sevdirir. Baba müəllimin ümumiyyətlə işlədiyi az müddətdə özünü şagirdlərə sevdirməyi, onun şagirdlərin sevməsi, bir ayın içərisində bu sinif otağında bu tərtibatı yaratması, deyərdim uşaqlarla ünsiyyəti, keçirdiyi bu dərs ili müddətində 5-ci, 6-cı tədbirdir, deyərdim Baba müəllimin hazırladığı tədbir, uşaqların qanına vətənini damla-damla otdurur, deyərdim. Vətənini, elini, tarixini onlara damla-damla qanlarına yeridər, deyərdim. Sizə tövsiyəm budur ki, Baba müəllimlə möhkəm yapışın. Onun sizə verdiyi öyüd nəsiyyəti, öyrətdiyi hər bir elmi qavrayın. Nətər bugün hər bir şagird mən hamının içərisində gördüm, istəyirsən zəif oxuyan, istəyirsən əli oxuyan şagird əgər 2 sinif həcmində burada iştirak edirlərsə, bu özü böyük bir nailiyyətdir. Heç kim sinifdə kənarda qalmayıb, şagirdlərin hər birindən çıxışı. Məni sevindirən andır ki, bəli, bayaq Məhəbbət müəllimin dediyindən, elindən, obasından, evindən başlayır. Bəli, Natiqin bayaq orada dediyi adi meyxanada o vətənini sevməyə bilməz. Çünki atası Qarabağ əlilidir. Çünki onun atası vətənini, elini, obasını sevə-sevə gedib vətənini qorumağa. Orada yaralanıb. Öz vətəni üçün yaralanıb. Bəli, o övladına orada aşılayır ki, vətən nədir? Vətəni sevmək nə deməkdir? Vətəni yağlar, düşmənlər əlinə vermək olmaz. Bugün siz burada öyrənirsiniz, məktəbdə öyrənirsiniz ki, vətən nədir? Siz bir keçmişə qayıdın, biz bilirik məktəbimiz 36-cı ildə tikilib, bura məscid yeri olub. Məsciddə də dini ayinlər keçirməklə bərabər vətənini sevmək, orada haradasa bir təhsil almaq ümdəsi ilə yaşayırlar və o məscid söhləndə hökmən deyiblər bu məscidin yerində burada məktəb tikilməlidir. Çünki məktəb müqəddəsdir, məktəbdə elm alınır, o məqsədlə də burada məktəb tikildi və bugün bu məktəbdə o məscidin daşları olmaqla bərabər sizin ruhunuza vətənpərvərlik oxur. Sizin vətəni sevmə eşqi oxur və bu məktəb divarları arasında vətənini ümdə sevməklə vətən üçün yaşamaq əldə olunur. Hər birinizə əgər bugün vətənini sevən bir övlad burada adi bir şeir deyərsə, dərslərini oxuyarsa, bugün sizə vətənə borcunuz budur. Sabah həyata atılaraq vətəni üçün hər bir iş görmək, haradasa bir elm sahəsində yüksəltmək, deyərdim, idman sahəsində vətənini irəli aparmaq, mədəniyyət sahəsində vətənini başqa ölkələrdə təmsil eləmək, bu hamısı vətənə olan sizin borcunuzdur, xeyirxahlığınızdır və ümumidə İlham Heydəroğlu Əliyevin arxasında prezidentimizin durmaqdır. Onun bizim üçün etdiyi, bu yaratdığı şəraitdə biz də onunla bir olmaqdır və vətənimizi qorumaqdır, vətənimizi yağı düşmənlərdən hamımız almağa hazırıq. Bəli, Allah Əli Heydərovun ruhunu şad eləsin. Aprel döyüşlərində
Bəli, açılışda hamımız iştirak edirdi, çoxu gördük. Necə onun anası vüqarla danışırdı. Necə bibisi sevinə-sevinə danışırdı. Bugün onun toyun görmək istəsələr də, amma onun şəhidlik zirvəsində olmağı ilə ana da, ata da, qohumlar da fəxr edir. Ayın 8-də deyərdim, əlinin bir ili tamam olur. Bax, elə bu geyimdə, baba müəllim, bu geyimdə, səhər-səhər biz öz güllə, çiçəklə, bayraqlarımızla Heydər Əliyevin məzarı üzərinə yürüş eləyəcəyik ayın 8-də. Hamımız deyərdim, məktəb siniflərdən də təşkil olunacaq. Siz də bu geyimdəcə gələrsiniz, biz buradan məktəbdən əlini yad eləmək üçün onun məzarı üzərinə hamımız müəllimli, şagirdi, hamımız birgə gedəcəyik səhər-səhər Allah qoysa və onu yad eləyib qaydacaq. Çünki biz elə oğullar qarşısında baş əyirik, vətənimiz qarşısında baş əyirik və vətənimizin çiçəklənməsi naminə hər şeydən keçməyə hazırıq. Yenə Nadir müəllimin Ağsaqqallar Şurasının sədri belə bir sözü var. Biz ölmək istəmirik, öldürmək üçün hər zaman hazırıq. Sizə uğurlar diləyirəm, baba müəllimə. Sizə uğurlar diləyirəm, sizə çox sağ ol deyirəm. Bəli, bayaq siz təklif elədiniz, mən də bir neçə şagirdi, məsləhət bildiyi şagirdi Zərfə xanım da buradadır. Elə verərsiniz, onları təqdim edər. Zərfə xanım öz sözünü deyəndən sonra kimə tərifnamə lazımdırsa, burada yoxdursa fəxri fərmanlar məktəb adından həmin şagirdlərə onu təklif edərsiniz. Oldu mu? Buradadırlar. Çox sağ olun. Bir də öz təşəkkürümü bildirəm Zərfə xanım. Müəllimə, mən də sizə çox sağ ol deyirəm, Mübabə müəllimə çox sağ ol deyirəm, şagirdlərə çox sağ ol deyirəm. Bugün mən Abşeron rayon təhsil şöbəsini təmsil edirəm bu tədbirdə. Çox gözəl, yəni bizə lazımdır bu. Hər bir müəllimə, ixtisasından asılı olmayaraq, hər bir müəllim şagirdləri vətənpərvər ruhda yetişdirməyə borcludur. Xüsusən də mən həmişə fikirləşirəm ki, bu tarix müəllimlərin borcudur. Biz çünki hər tarixini də keçirik. Azərbaycanın qədim dövrdən bu günə qədər olan tarixini də keçirik və biz türk oğlu türkük, biz qorxmazdıq, əyilməzik, şagirdlər də bunu oxuyublar. Roma imperiyası Albaniyaya hücum edərkən, hətta Alban, mən də qızlarımızı gördüm belə hərbi geyimdə, o gəldi ağlıma ilk öncə ki, Albanlar haqqında belə məlumat vermişdilər ki, Alban qadınları da döyüşlərə getmişdi, hətta Romalılar özləri də məhtəl qalmışdı buna. Və yaxud da biz Azərbaycana dəyər verib qiymət verməliyik. Biz bir əsrdə 2 dəfə müstəqil olmuşuq və şükürlər olsun ki, bugünkü gün öz müstəqilliyimizi qoruyub saxlaya bilirik. Bayaq Məhəbbət müəllim də qeyd etdi, bizim o zaman ordumuz yox idi. Çünki biz uzun illər Rusiyanın tərkibində qalmışdıq. İstər Çar Rusiyası zamanı, istər Sovet Rusiyası zamanı və onlar heç vaxt bizə hərbi işlə önə getməyə icazə vermirdilər. Çünki bizə inanmırdılar, güvənmirdilər və türklərdən çəkinirdilər. Çünki türklərdən çoxları çəkinmişdi. Hətta ərəblər ən yaxşı sərkərdələrini türklərdən seçirdilər. Və ərəblər, siz də öyrənmişsiniz bunu, müəlliməni sizə öyrətmiş olar, çox xalqları, dövlətləri belə deyə əsarət altına sala bilmişlər, amma Xəzərlərə bata bilməmişlər, çünki Xəzərlər türk idi. Yəni, türklərdən çəkinirdilər və biz də türk idi, biz istəmirdilər, biz hərbiçi olaq, öndə gedək və s. Amma biz bunu bacardıq və bir şeyi də unutmayaq ki, bizim tariximiz ta qədim keçmişə gedib çıxır. Təkcə ilə Naxçıvan şəhərini götürsək, 5500 il yaşı olan bir şəhərimiz var. Amma bugün Amerika dünyaya meydan oxuyur. Rusiya dünyaya meydan oxuyur. Amma onların tarixinə baxanda Amerikanın tarixi gedib çıxır 17-ci əsrə. Rusiyanın tarixi gedib çıxır 9-cu əsrə. Yəni onlar oradan üzü bir yana inkişaf ediblər, amma Azərbaycan 5500 ildə yaşayır, var. Və bundan sonra da elə 5500 illər də keçsə Azərbaycan olacaq, yaşayacaq, var olacaq sizlərin sayənizdə. Çox sağ olun. Hüseynova Xatun. Hüseynova Xatun. Əmrahın Günay. Yaxşı. İmam Əliyeva Gülbazı. Gülbazı bizim ən fəal şagirdlərimizdən biridir, gözəl səsi var, musiqi məktəbində oxuyur. Arzulayardım ki, əgər hökmən alınacaq, Qarabağ alınanda mən sizə söz verirəm, mən sizə ya Şuşaya, ya oraya apararam. Orada da oxursan.
sonra Məsumə. Yaxşı. Məsuma'nın da bugün ad günüdür. Ad günü münasibətilə də sənə təbrik edirəm qızım. Düzünü. Agın gözlə. Bunlar xəyal şagirdlərində tez-tez qəzet stat çıxarırlar. Çox yaxşı. Oxumaqlar da yaxşı. Oxumaqlar da yaxşıdır. Biraz da yaxşı olsa. Əmirova Səbinə. Onu da süz təqdim edir. Gözlə, səbirə gözlə. Acı gəl bura görmüsən. Kameraya bak, kamera. Bura bak. Bura bak, bura bak. Çox sağ olun. Təbrik edirik. Sizin də öz fəxri fərmanınızı söz verirəm, son dəqiqə verəcəyəm. Sağ olun. Sağ olun. Sağ olun.